adamı başladı. Əziz bizi izləyənlər və dinləyənlər, hər vaxtınız xeyirli olsun. Mən Kamran Yaradanquliyevin təqdimatında İşin Adamı başladı. Nəzərinizə çatdırım ki, həftə içi 5 gün siz bizi eyni vaxtda, eyni vədədə həm eşidirsiniz, həm də dinləyirsiniz. Eşidənlər hal-hazırda 90.7-də deməli dalğanı məhz yurdumuzun FM-i, Yurd FM-ə kökləyiblər, amma izləyənlər isə bizi bu dəqiqələrdə həm Yurd FM-in web səhifəsi vasitəsilə, həmçinin bizi siz TikTokda bu dəqiqə bax, canlı yayımda İşin Adamı səhifəsi yazaraq o canlı efirimizi həmin vasitə ilə izləmə imkanına sahibsiz. Bir də istisna var, verilişimizdən 3-4 gün sonra proqramımızda bütün sosial şəbəkələrdə, hətta YouTube Shorts, YouTube'un tam özü olsun, LinkedIn olsun, fərq etməz. Hər bir sosial şəbəkədə bizi izləyə bilərsiniz. Zaman itirməyək və İşin Adamına xoş gəlmisiniz deyək. İşinin Adamı. İstisna hal olmadan bugün də İşin Adamı bizimlə birlikdədir. Son dönemlər sağ olsun biraz mediaya artıq belə deyək də ayaq açdı eləyib. Məncə elə insanları cəmiyyətimiz tanımalıdır, amma rəhbərlik etdiyi şirkəti maşallah olsun. Demək olar hər kəs tanıyır. Çox az adam tapılar ki, o ölkədə onun şirkətini tanımasın. Tanımıram deyən biri olsa mən təəccüblənərəm. Yəni ya deyərəm bu adamın nəsə biraz o qurtdoluğu var. Ya da ki uşaqdır da, hələ bilmir. Ona görə də İşin Adamı bizlə birlikdədir, başlayacağıq söhbətə. İşinin Adamı studiyadadır. Bəli, İşin Adamı studiyadadır. İşin Adamı Ülvi Aslanovdur, Kod Akademiyinin təsisçisi, direktoru, dəyərli əziz dostumuz. Ülvi, xoş gəlmisiniz. Xoş gününüz olsun. Necədir əhval, ruhiyyə, iş, güc? Əla, çox sağ olun. Sizi gördükdən sonra, hətta buranı gördükdən sonra daha da əla. Sizə deyim ki, efirimizdə qonaq olan hər kəs bu dəqiqə studiyamızda olanda özünü yaxşı hiss eləyir. Bir də efirdən sonra proqrama baxanda orada da bir başqa gözəlliyi var. Mənim bir xahişim olacaq, əziz Ülvi. Efirimizin bir ənənəsi var. Gələn qonaqlarımızdan ilk belə müqəddimə xarakterli xahiş edirik ki, şirkət haqqında bir məlumat verin, zəhmət olmasa. Bu bir standart kimi görsənsə də düşünürük ki, zərurəti var. Əlbəttə, çox yaxşı olar. Kod Akademiya 2015-ci ildə qurulmuş yetişkinlərə yönəlik, yəni böyüklərə yönəlik texnologiya sahəsində təhsil verən əlavə təhsil mərkəzidir. Hansı ki, Təhsil Nazirliyi tərəfindən əlavə təhsil lisenziyasına malikdir və eyni zamanda 12-dən çox beynəlxalq akademik partnyorluqla bərabər. Hal-hazırda görüntülər də gedir bu arada. Əla. Partnyorluqlarla bərabər təhsili biz həyata keçiririk. Hansı ki, bugünə qədər 11 mindən çox məzun vermişik. Hansı ki, bu məzunlar bizimlə bərabər zaman keçirmiş, bir günlük deyil də, yəni ən az 6 ay, 1 ilə yaxın bizimlə bərabər oxumuş insanlardır. Görürsən nə qədər dostunuz var indi. Bəli. Nə yaxşı sahədə bu. Həyatlarına toxunduğumuz insanlar var. 140-dan çox əməkdaşımız var. Müəllim heyətimizin hamısı eksklüziv olaraq Kod Akademiya üçün çalışırlar. Yəni yalnız sizə çalışırlar. Bəli, yalnız bizdə təhsil tərəfini yalnız bizimlə bərabər həyata keçirirlər. Hansı ki, onlar eyni zamanda bəziləri tam zamanlı olaraq bizim əməkdaşımızdır, amma bəziləri də yarı zamanlı ya da tam zamanlı başqa bir bank ya da telekom şirkətində çox özəl bir yerlərdə öz sahəsini həyata keçirirlər. Çünki biz müəllim heyətimizi pedaqoq heyətdən yox, ekspert tərəfdən toplamışıq və onları pedaqoji tərəfini TOT dediyimiz təlimlərlə, yəni trening təlimləri ilə bərabər onları yetişdirib siniflə, tələbələrlə onları tanış etmişik. Və bu formada fəaliyyətimizi həyata keçir. Hansı ki, biz texnologiya sahəsində dediyim şeylər nələrdir? Burada biz proqramlaşdırma, kiber təhlükəsizlik, qrafik dizayn, vizual kommunikasiyalar, digital memarlıq, 3D modelləşdirmə, data analitika, uşaqlara yönəlik oyun yaradılması, kimi digital marketing, əslində saydıqca çox təhsil proqramımız var. Bu sahələrdə gəlib bizdə ixtisaslarını artıra bilərlər. Hansı ki, bizim lisenziyanın da ana xətti bunun üzərindədir. Tutaq ki, siz bir yerdə fərqli bir sahədə oxumusunuz universitetdə, amma indi bir özəl bir qurumda
texnologiya sahəsində bir işə başlamaq istəyirsiniz. Bu ola bilər cyber security ola bilər, yəni kiber təhlükəsizlik sahəsi ola bilər, proqramlaşdırma ola bilər, bu helpdesk-də ola bilər və s. Amma sizin diplomunuz buna imkan vermir. Siz gəlirsiniz Kod Akademiyada öz sahənizə uyğun tədrisi aldıqdan sonra çox rahatlıqla gedib həmin iş yerində işinizə başlaya bilirsiniz. Sizin diplomun gücü budur. Bəli. Və eyni zamanda bu beynəlxalq tərəfdə də əslində biz diploma inanaraq işi başlatmamışıq. Bunu özəlliklə vurğulayım. Amma bizim inancımız ümumiyyətlə bilikdir və bacarığı öyrətməkdir. Amma bunu deyərkən bu o demək deyil ki, bizim diplomu arxaya atmışıq. Xeyr, biz hər tərəfli olaraq kompleks şəkildə yanaşırıq məsələyə. Məsələn, mən rejissorluğu bitirmişəm. Bəli. Bundan sonra mən istəyirəm ki, IT mütəxəssisi olum. Bundan sonra da gedib bu yaşdan sonra 4-5 il oxumağa nə vaxtım var, nə zamanım var. Gəlirəm sizə qoşuluram, sıralarınıza düzülürəm və gəlib bizdə oxuyaraq. Maksimum, minimum neçə müddət? Sahənizə görə dəyişir. Minimum 4 ay ya da 3 ay. Maksimumda bir 9 ay. Bəli, bəli. Sonra o diplomu götürürəm, artıq mən həmin təhsili almış biriyəm. Bəli, o sahədə gedib artıq işləyə də bilərsiniz. Hətta bu müddət ərzində siz beynəlxalq sertifikatlar da əldə edə bilərsiniz. Çünki biz bizdən məzun olan tələbələrə bir çoxunun super qəhrəman adını veririk. Deyirik ki, sizlər super qəhrəmanlarsınız, sizin gücləriniz var. Yaxşı, bu gücləriniz nədir? Bu biri bilikdir. Hansı ki, öyrəndiyiniz bilik. Bu sizin bir özəlliyinizdir. İkincisi, ən axırda biz buraxılış layihə modelini tətbiq etmişik. Azərbaycanda bizdən öncə heç kim bunu etmirdi. Biz Detala girək zəhmət olmasa. Bəli, burada tədrisi bitirdikdən sonra tələbəyə hardasa 1 ay, 2 ay müddət veririk. Onlar gedir buraxılış layihəsi üzərində işləməyə. Aha. Bu hansı ki, gedir Azərbaycana lokal şirkətlərin birisini götürür benchmark olaraq. Yəni o şirkət üzərində gedir başlayır, data analitikanı öyrənibsə o sahədə analiz edir. Grafik dizayn öyrənibsə gedir orada şirkətin yenidən sıfır bir profilini yaradır. Şirkət corporate identity dediyimiz korporativ elementlərlə bərabər ya da proqramlaşma üzərine gedir onun veb saytını hazırlayır və s. kimi. Sonra jüri heyəti var bizdə. Proqram rəhbərliyi tərəfindən qurulmuş və kənardan da bəzən ekspertlər dəvət olunan bizim bir jüri heyətimiz var. Tələbələr gəlir bu buraxılış layihəsini jüri heyətin qarşısında təqdim edirlər. Və oradan bal alırlar. Yəni toplam balları hamısını toplayıb o formada biz diplomaları təqdim edirik. Bu da onlar üçün portfolio işidir əslində. Yəni Aydındır. bizim məzunlar təcrübəsiz əməkdaşlar deyil əslində. Onlar artıq təcrübəsi olan, amma bəlkə ola bilər ki, korporativ mühitdə işləməmiş biriləri ola bilər. Fərqli mühitdir. Bəli, bəli. Bu fərqli mühitdə ola bilər və gedib o sahədə, yəni gəlin belə deyək də, bəzən biz iş qəbul edərkən də işçilərin CV-lərinə baxırıq, deyir mənim 5 illik iş təcrübəm var. Okey, əla. Amma bizə müraciət elədiyi sahədə ümumiyyətlə təcrübəsi yoxdur. Biz onda deyirik ki, axı sənin bu iş sahəndəki təcrübə bu sayılmamalıdır. Çünki bu sahə fərqlidir və bu yöndə bizim danışıqlar da olur. Bu bütün sahələrə aiddir əslində. Bu tək bizim dərdimiz deyil, bütün hamıya aid olan bir məsələdir. Bu ikinci özəllikdir, super qəhrəman dediyimiz buraxılış layihəsi. Üçüncü əldə elədiyi diplom, dördüncü əldə elədiyi beynəlxalq sertifikat. Mən nə yalan deyim, Ülvi ilə tanış olana qədər də mən də elə bilirdim ki, bir söz var, hazıra nazir gəlib belə bir işlə məşğuldur. Amma onun keçdiyi bir həyat hekayəsi var. Sözün həqiqi mənasında biz ona gələ bir ayrıcı 2 saat ayıraq və biz ondan sonra hər detalını, hər həyatın mərhələsindən ayrıca bir motivasiya əldə edə bilərik. Mən söz verirəm, 3 dəqiqədən sonra qısa fasiləyə ayrılacağıq. Amma həm də bizə bu motivasiyalar çox zəruridir. Fərq etməz, sənin bu dəqiqə 70 yaşın var. Hər kəsin həyatından digər insanların götürə biləcəyi bir emosiya, bir güc var. Ondan da bir-iki belə deyək də detallar xahiş eləyəcəm, amma mənə bu dəqiqə nə maraqlıdır? Siz gələcəkdən xəbər verən şirkət obrazındasınız mənim gözümdə. Bu dəqiqə hamının danışdığı süni intellekt məsələsidir. Və süni intellekt bu qədər populyar olmayanda siz neçə il əvvəl bu haqda bilirdiniz? Gəlməli deyil. Süni intellekt populyar olmayanda belə əslində bunun üzərində işləyən insanlar var idi. Siz işləyirdiniz? Bəli. Bizim öz müəllimimiz, Türkiyədən dəvət elədiyimiz bir müəllimimiz var ki, uzun 2 il bizimlə bərabər çalışdı. 2006-cı ildə İngiltərədən süni intellekt bakalavr məzunu idi. Yəni o 2006-dan təhsilini alıb bunu. Bəli, bəli. Onun təhsilini almış bir nəfərlə biz bərabər data science üzərinə, data elmi dediyimiz tədris proqramı üzərində işləyirdik. Və bu tədris proqramı üzərinə kifayət qədər çoxlu insanlar yetişdirdik və demək olar ki, heç birisi bu dəqiqə işsiz deyil, hamısı da işləyir. Yəni indi siz gələcəkdə bizim bilmədiyimiz bəzi texnoloji üstünlüklərmi, olacaq proqramlarmı deyim, nələrdənsə xəbərdarsınız, eləmi? Bu çox iddialı bir fikir olar, amma yəni
süni intellekt artıq həyatımıza girdiyinə görə bizdən daha ağıllı deməyəcəm, amma bizdən daha geniş data setlərə, yəni hakim olan bir süni intellekt var. Daha Onlar bizdən sürətli daha işləyir. çox bilir və daha sürətli fikir də bildirə bilər. Mənə maraqlıdır. Bu dəqiqə gələcəkdən bir tövsiyə edəsi olsaz, işin içindəsiz. Ən çox nəyi tövsiyə eləyərsiniz? Demək, Gənclərə, valideynlərə, bax bu sahəyə maraq göstərir. Və- Üzü ora gedir. Bax üzü ora var, ora haradır? qısaca belə deyim, nədən uzaq dursunlar? Rahat belə başa Ən sala birinci bilərsən. buradan başlaya bilərik. Çünki bizim keçmişdə hər zaman eşitdiyimiz belə bir şey vardı. Bir iş olsun, kağız iş olsun, oturum o işləri görün. Hə, başına şasad maaşın olacaq. Bir iş var mı? Ya da bizə də çox zəng olunur. Sizdə iş var mı? Nə olur olsun şey derim. Bu işdən hamısı ölür. Bu işlər olmayacaq. Rutin, davamlı, eyni hərəkət olan işlərin heç birisi olmayacaq. Və daha çətin Hamı belə qaçaqovda olacaq, həmişə. daha çətin dediyimiz işlər daha asan da olacaq əslində və daha asan kimi olan işləri O işdən hansı? Bir iki dənə misal deyin də mənə nə olar? gəlin belə deyək də çox Məsələn? təhsil sahəsində danışmaq Hə. istəyirsiniz. Sizə bir şey öyrətmək üçün hazırlanan material çox artıq sürətlə edə bilərik. Biz əvvəl bunun üçün aylar, 6 ay, 1 il Aha. ayırmalıydıq. İndi 2 həftə həmin materialı hazırlayırıq. Kargüzarlıq da aradan çıxır mən bilən. Tamamilə. Çünki orada insan beyninin ehtiyac duymadığımız bütün işlər aradan çıxacaq. Bizə insan lazımdır. İnsan beyni lazımdır. Bir çoxları düşünür ki, insanları uzaqlaşdırır süni intellekt. Amma elə deyil. Düşünən beyinləri ortaya çıxardacaq, düşünməyənləri avtomatik düşünəcək ki, ac qalmayaq. Davam edirik qısa fasilədən sonra dostlar. Bəli, işin adamı studiyadadır və efirimiz davam edir. Yenidən qoşulanları salamlayıram. Mən Kamran Yaradan Quliyevin təqdimatında Yurdumuzun FM-ində biz işin adamlarıyla, yurdumuzun işin adamlarıyla həftə içi 5 gün həm söhbət oluruq. Çox arzu edərdik ki, bizim yetəri qədər yaxşı tanıdığımız Kod Akademiyanın rəhbəri Ülvi Aslanovla birlikdə söhbətimiz davam etsin və görsənən dağı nə bələdçi deyirəm. Şirkət haqqında qısa, çox belə, burada da bir ənənəmiz var ki, yeni qoşulanlar nəzərə alaraq həmişə şirkətin fəaliyyəti haqqında qısa bir bizim xatırlatma hissəmiz var. Sonra isə bizim yetəri qədər xətrəziz, məqamı gələndə pərəstiş etdiyimiz, məqamı gələndə o xalqın müəllimi, xalqın uşağı, bax həmin obrazları özündə daşıyan Ülvinin bir bizə motivasiya verəcəyi həyat hekayəsini eşitmək istəyərdik. Bu həyat hekayəsi biraz belə çox dramatik çıxır, yox. Adam bildiyin qardaş başdan aşağı salıb işləyib və maşallah buralara da gəlib, daha da uca zirvələrdə olasan əziz dost. Gəl qısa yenidən şirkət haqqında və keçək o bir hissəyə. Qısaca Kod Akademiya 10 illik bir təhsil şirkətidir, hansı ki, əlavə təhsil mərkəzi lisenziyasına sahibdir. Texnologiyalar sahəsində təhsil verir, böyüklər üçün texnologiya sahəsində təhsil verir. Eyni zamanda da 12-16 yaşlı uşaqlar üçün oyun yaradılması üzərinə təhsil proqramlarımızı həyata keçiririk. Bugünə qədər 11 mindən çox məzunumuz var və hal-hazırda da fəaliyyətimiz şəhəri mərkəzində davam edir. Əla, olmuşam sinopsisdə də möhtəşəm. İndi ikinci hissəyə keçid alaq. Kənarda elə görsənir ki, həmişə bu Kod Akademiya olub və bu şirkətin elə birinci gündən belə yaranıb və Ülvi bəyin də bunları qurması üçün bir müəllim olaraq həmişə şəraiti olub. Amma yox, Ülvinin də bir tələbəlik həyatı olub. Ülvinin də belə qəpi-qəpi yığdığı zamanlar olub. İndi kənarda elə görsən ki, elə bir Ülvinin heç maddi ehtiyacı yoxdur. Yox, elə deyil əslində. Bax, o gənclikdən gələn etaplar mənə maraqlıdır. Bilirik, biraz həmsöhbət olmuşduq. Bilməyənlərə də inanıram ki, möhtəşəm fayda verər və bəlkə də bizi gələcəyin Ülviləri, gələcəyin bu tərz şirkətləri bu söhbətdən sonra eşidib qura biləcəklər, qurula bilər. Buyur. Burada ən vacib olan birinci deyə bilərəm ki, əslində ailədən başlayır hər bir şey. Mən çox gözəl bir ailə tərbiyəsini almışam və ailəmdə mənə hər zaman çox böyük dəstək olub bu proses içərisində. Amma eyni zamanda imkan verə bilər ki, mən bir fərd olaraq özümü formalaşdırım, özüm yıxılım, özüm qalxım, özüm davam edim. Atam hər zaman bir şey deyərdi. Balam, oğlum get, tək ki mərdimazlar çıxmasın qarşıma. Onlar da bir gün qarşıla bilmədiyim bir şey nə olsa, bir həmişə atın arxandadır. Bu söz mənim üçün hər yerdə, hər zaman arxamda, yanımda böyük bir dayaq bir cümləsi idi. Amma heç vaxt mən gəlib atama, gəlib bir şey də istəməmişəm və deməmişəm də, tələb də etməmişəm. Sadəcə o cümlə mənə kifayət idi və o cümlədə o qurmuşdu zamanında. Mən məktəb vaxtından... Mən bir çoxların yerinə ax çəkdim ha bu dəqiqə. Mən məktəb vaxtından əslində hər zaman bir macəra ruhlu olmuşam. Həmişə bir şeyi öyrənməyə
çalışmaq, onu tətbiq etmək mənim üçün bir özəl bir yanaşma olub. 2001-ci ildən proqramlaşma ilə tanış olub bir proqramçı kimi. Harda tanış oldun? Yəni məktəbdə bizi imtahan eləmişdilər və dedilər ki, dövlət ölkə içərisində proqramlaşma olimpiadası olacaq və sən də bu imtahanı keçib orada iştirak potansiyalın var. Gəl sənin üzərində biraz işləyək. Ged orada iştirak et deyə. Mən də bu olimpiadalarda iştirak edərək həm ölkə birinciliyim, eyni zamanda universitetlər arasında birinciliyim oldu. O dövrdə tamamilə proqramçı kimi düşünən və realizatçı kimi baxan məsələlər birisi idim. Həmin illərdə çox sevirdim ki, okey, Azərbaycanda artıq mən Azərbaycan Texnik Universitetində oxuyuram, bir illik, yəni ilk ilmi orada oxumuşam. Amma çox heyif ki, universitet daxilində istifadə olunan bütün avadanlıqlar, bütün texnoloji, belə deyək də, proqramlar hamısı çox köhnə idi. İndiki dövr çox fərqlidir. İndi demək olar ki... İndi necədir vəziyyət? İndi çox şükür, hər şey... Universitetlərdə falan hamısı yaxşıdır. Universitetlər, Texnik Universitet, məsələn, kifayət qədər qəşəng avadanlıqlar, kifayət qədər qəşəng müəllimlər və biz də həmçinin orada da köməklik göstəririk, kurikulumların update, yenilənməsi baxımından. Ümumiyyətlə, indi ilə müqayisə olunacaq deyil, yəni. Mən isə danışıram 20 il, 21 il öncəsindən danışıram. Bir il burada oxuduqdan sonra mən Türkiyədə oxumağa getdim və ən axırda ODTÜ-də oxumuşam mən və burada belə deyə bilərəm ki, gənclərimiz üçün də əslində ən çox nəyi düşünərək qərar versinlər. Biz o vaxtı gələcəkdə daha çox pul qazanmağı düşünərək ixtisası seçməyə çalışırdıq. Mən də dağ qaz mədən sahəsini seçərək ki, bu sahə ümumiyyətlə pulludur, yaxşıdır, bunu düşünərək seçmişdim. Amma əslində mənim marağım orada deyil daxı. Mənim marağım daha çox texnoloji yeniliklərə idi və yaxşı ki, marağım orada olub. Neftin, qazın... Çox adam deyir, bax, pulun dalınca qaçanda gəlmir, amma sevginin dalınca, istədiyin işin dalınca qaçanda avtomatik o pul səni tapır. Mütləq. Yəni biz gəlin bunu qəbul edək ki, bir şey görmək üçün, bir şey qurmaq üçün, bir şey etmək üçün pul lazımdır, bəli. Amma pulun dalınca qaçanda doğrudan da o gəlmir. Öz sevdiyin işi gördükdə daha uzun və daimi bir qazanc yerin formalaşa bilir əslində. Ona görə özünü tanımaq birinci vacibdir. Sənin nəyə marağın var? Biz Kodak'da 2015-ci ildə qurarkən belə bir şərt qoyduq. 2015-dən sonra bəzi yoxlamaları elədikdən sonra əslində 2016-da bir şərti yaratdıq. Dedik ki, qəbulda bizim bir şərtimiz var. Sadəcə marağı olanlar gəlsinlər. Yəni maraq olmayan heç kimi istəmirik. Əslində heç bir imtahanlarda da hər şey yığışdırdıq. Gələn bütün Məcburiyyət yox. Məcburiyyət yoxdur. Gələn bütün qonaqlarımıza bunu detallı şəkildə izah edirdi ki, maraq olmaq nə deməkdir? Bu sahəni oradan-buradan eşidib gəlmişsinizsə, gəlin biraz daha dərindən danışaq. Bəlkə sizin bizim onsuz da var olan 5 fərqli tədris proqramından biri gəldiyiniz yox, amma əslində digəri sizin üçün maraqlıdır. Və bizim proqram məsləhətçiləri kifayət qədər qonaqlarla qarşılayaraq, onlarla işləyərək, onların həyatlarına toxunaraq bugün onlar artıq bir karyera sahibidirlər və çox sevgi dolu bir iş yerində işləyirlər. Və dönüb baxanda, məsələn, biz bir neçələrinə baxırıq ki, başqa sahə üçün gəlir, başqa sahəyə dəyişənlər var, keçənlər var və onlar indi o sahədə xoşbəxtdirlər amma. Əla. Biz saatı maşallah vaxt sürətdən keçir. Digər hissəyə keçmədən öncə arzu edərdim ki, hörmətli bizi izləyənlər və dinləyənlər sponsorlar haqqında da biraz bəhs edək. Sponsor məlumatı. Efirimizin baş sponsoru Crystal Group of Companies'tir. 2002-ci ildə ilk müəssisəsini yaradan Crystal Group of Companies Açıq Səhmdar Cəmiyyəti beton və mebel sektorlarında böyüyərək iri layihələrin reallaşmasında özünü təsdiqləyib və müştərilərin inamını qazanıb. Görüntülərdə təqdim olunur. Keyfiyyətin və dürüstlüyün ünvanlı sloqanı altında fəaliyyət göstərən şirkət milli sahibkarlığa dəyərli töhfələr verib. Əlaqə nömrəsi 051 233 55 99-dur. Təşəkkür edirik baş sponsorumuza. Sponsor məlumatı. Və sponsorlar arasında bizim xüsusi sponsorumuz Kavralin Az var. Kavralin Az məscidlər üçün də hörmətli izləyicilər xüsusi hazırlanmış, yumşaq, rahat, uzun müddətli istifadə üçün ideal Kavralin növləri təqdim edir. Azərbaycan bazarının liderlərindən biri olan Kavralin Az sizə keyfiyyətli və sərfəli qiymətlərə müxtəlif növ xalçalar və Kavralin örtüklər təklif edir. Xüsusilə bildirək ki 050 503 99 88 onların əlaqə nömrəsidir və biz onların fəaliyyəti haqqında bütün hər efirimizdə hissələrə bölmüşük. Bugünkü mövzumuz sırf ibadət ocaqları idi. Ona görə də ibadətgahlarınıza gözəllik və rahatlıq qatın deyirlər. Uğurlar, onlara da təşəkkürümüz var. Efirimiz isə davam edir. İşinin adamı davam edir.
Bəli, işin adamı davam edir. Digər sponsorlar haqqında proqramımızın o biri hissəsində məlumat verəcəyəm. Biz isə davam edək. Davam edək və dəyərli işin adamı ilə Ülvi Aslanımdan söhbət gedir. Kod Akademiyanın rəhbəridir bizim əziz işin adamı. Bugünkü efirimizdə bizlə birlikdədir. Ülvi, mənə bir sənə maraqlıdır. Soruşdum ki, necə oldu, uğurlar qazandın? İlk cümlə həmişə bu olub ki, ailəmin dəstəyi. Bunu bir çoxları maddi kimi düşünsə də elə bir hal yoxdur. Mənəvi dəstək. Getmə, mən buradayam. Bu da psixoloji olaraq çox həmişə öz effektini tapır. Okey, mən bir dərindən ah çəkdim. Bu yüzlərlə, bəlkə minlərlə insanın mənim kimi belə ortaq ahımız idi. Çünki hər adamda təəssüflər olsun ki, cəmiyyətimizdə son dönəmlər maariflənmə işləri o qədər möhtəşəm aparılır. Hamı o vaxtın uşaqlar bir başqa cür tərbiyə alırdı. Bu vaxtın uşaqlar bir başqa cür tərbiyə alır. Və 11 mindən çox məzunu varsa da Ülvinin, demək olar ki də 20 mindən çox, 50 mindən çox, minlərlə insandan ünsiyyəti olub olacaq da. Və bu insanların arasında hər halda bir 70% insan öz ailəsi tərəfindən dəstək almayan insanlardır. Amma onlar arasında inanıram ki, Ülvi ilə və sizin dərslərdən sonra yetəri qədər uğur qazanan şəxslər də olub. Bax, bu tərzdə həyat hekayəsi olan insanlara nə tövsiyə eləyərdin? Burada kısaca belə bir ifadə edeyim. Doğrudan da doğru ifadə ediniz ki, ailə dəstəyi maddi dəstək demək deyil. Bunu hər zaman mən təkrarlayacağım. Çünki məsələn mən universitet dövrü boyunca xarici bir bilik və təhsil də almağa çalışmışam. Həmin dövrlərdə təhsil olaraq deyil də Work and Travel proqramında iştirak imkanı yaranmışdı. Hansı ki o proqramda iştirak etmək üçün pul lazımdır. Minimum $3.000, $4.000 belə bir pul lazım olur. Yadımda da. Və həmin pulu tapmaq mən ailəmdən götürməmişəm. O pulu borc alaraq gəlib atama deyəndə ki, mən borc almışam və belə bir şərait yaranır, gedirəm. O zaman qayıtmışdı ki, okey, get, onlar da pulu qaytıra bilməsin. Əgər qaydanda onu qazanmamış olsam belə narahat olmaqdan buradadır. Bu çox önəmli bir tərəfdir. Bunun öncəliyini ifadə edeyim. Biz indiki çox elə düşünür ki, elə o pulları həmişə sən ailənin almısan, ona görə deyil. Belə bir hal yox. İndiki gənclərdə də bizə yaxınlaşan biz çox fərqli profilli insanlar oxutmuşuq. Yəni bizim 11 minin içərisində özümüzün oxutduğumuz kifayət qədər çoxlu insanlar var. Təqaüdlə oxutduğumuz insanlar var. Kömək eləmişik və bugün Türkiyədə, xaricdə çox böyük bir universitetlər oxuyub qayıdıb bir vicdan borcu olaraq gəlib burada. Hal-hazırda bizdə boş saatlardan gəlib müəllim olaraq digərlərini ötürürlər. Mənim ən böyük bir hədəfim olub. Bir şeyi paylaşaq, nə qədər çox insana pozitiv şeyləri paylaşa biləriksə, o da bir başqasını yayaraq əslində müsbət şeyləri ölkəmizdə daha çox böyüdə biləcəyik. İndiki bizim belə deyək, bu hekayəli olan şeylər çoxdur. Onlara deyə biləcəyim yox, əslində onlardan dinləyəcəyim şeylər var. Onların hekayələr baxımından gəlib bizə. Çünki onların ola bilsin ki, bəlkə də kimsən ailəsinin dəstəyi ala bilməyib. Heç bir problem yoxdur, biz varıq. Biz onlar üçün ikinci ailə olmağa çalışmışıq, amma çox iddialı deməyim ki, biz elə olmuşuq. Əlimizdən gəldiyi qədər elə olmaq istəmişik, çalışmışıq. Bizə də görən çox insan var. Onlara çox minnətdaram. Görməyənlər də hər kəsə çox minnətdaram ki, biz onlarla bərabər bir yerdəyik. Hal-hazırda Kod Akademiyanı belə ifadə edə bilərəm ki, məni də aşıb, Kod Akademiyanın öz markasını da aşıb. Kod Akademiya əslində onun məzunlarınındır. Onu ifadə etməyə çalışıram ki, onun məzunlarında, o məzunlarla bərabər bugün cəmiyyət içərisində tanınır. Yəni bizim 11 min məzunumuz ola bilər, amma sosial mediada bizim izləyici sayımız 100 minə yaxındır ümumilikdə götürəndə və bu qədər insan bir təhsil şirkətini və gələcəyin texnologiyasını görüb də təhsilləşdirən ya da öyrətməyə çalışan bir qurumu izləyir. Bizim üçün çox maraqlıdır ki, görürsən onlar bizdən daha fərqli nə istəyirlər, biz onları verə bilirik ya da verə bilmirik. Biz həmişə o axtarış içərisindəyik ki, baxaq, tapaq, doğrusunu biz artıq bizdən istəyənlərə də təqdim edə bilirik. Tələbələriniz arasında çox maraqlı insanlar var. Çox vacib vəzifələrdə çalışanlar var, özəl, dövlət sektorlarında və bunun özü də məncə bir uğurdur sizin üçün, yox? Bəli, kifayət qədər. Çünki o səmimiyyət ki bizdə yaranır. Məsələn, biz universitetlərdə fəaliyyət göstəririk eyni vaxtda. 4 fərqli universitetin 3-cü, 4-cü kurs tələbələri bir müddətli bizdən təhsil alır bir semestr ərzində. Burada rektorlardan eşitdiyimiz bir söz var idi. Kod Akademiyadan oxuyan uşaqları sinif otağından çıxarda bilmirik. Bizim digər qruplarımızda isə uşaqları sala bilmirik dərsə. Yəni
bu belə bir mühitdə olan uşaqlar bir-birlərinə qarşı olan aidiyyət duyğusu ya da bir-birlərinə qarşı olan bağlılıq daha çox yaranır. Bu necə yaratmısınız? Bu hamıya individual yanaşaraq əslində tələbə mərkəzli olmağımız bəlkə də buna gətirib çıxardıb. Biz çünki birinci insanı qoyuruq ortaya, mərkəzə. Hamımız biz onun başına dolanmaq üçün varıq. Yəni Kod Akademiya Ülvi üçün orada deyil ya da Ülvi Kod Akademiya üçün yox. Mən orada tələbə üçün oradayam. Kod Akademiya markası, oradakı receptionu da tələbə üçün oradadır. Bunu ona hiss etdirəndə və göstərəndə bu baş verir. Kod Akademiya mənə elə gəlir ki, həm də bir Azərbaycan adına məni ən çox sevindirən tərəfləri var. Çünki sizin beynəlxalq müsabiqələr, layihələriniz də var, bir iş birlikləri də var və s. və ilaxır. Ümumiyyətlə, ümumi götürsək, bu sahədə, bu dəqiqə dünyada proseslər eyni gedir. Yəni, əvvəlki dövr deyil, sərhədlər, rabitə qırıqlığı var idi dünyada, yəni 50 il əvvəl deyil. Bugün adi, sadə bir misal çəkəcəyim də, bir YouTube-dan hansı uşaqların daimi baxdığı cizgi film olsun və yaxud mahnı olsun, bu dəqiqə Çindəki uşaqdır, deyək ki, onu Çində deyəcəklər, YouTube yoxdur. Özünüz bildinizə nə edirəm? Bütün coğrafi məsafə tanımadan dünyanın eyni nöqtəsində hamı obrazları tanıyır, okeymi? Bəs Azərbaycan bu dəqiqə süni intellekt deyək və bu sahələr üzrə dünyada necə addımlayır, hansı addımlarla addımlayır? Əslində ölkə içərisində atılan addımlara baxdığımızda kifayət qədər bir təşəbbüs var. Həm yuxarı səviyyədə biz bunu hiss edirik. Yəni ən yüksək rəhbərlikdən belə gələn sərəncamlar, tapşırıqlar görürsən ki, süni intellekt tərəfdə təşəbbüslər çox yüksək səviyyədədir. İcra bəzən gecikə bilər, bəzən ləng ola bilər, amma zamanla bunların hamısını görürük ki, bir şey olmaq üçün gedilir. Amma Kod Akademiya bir özəl qurumdur. Biz ayaqda qalmağımız üçün çox sürətlə hərəkət etməliyik və doğru şəkildə düşünməliyik. Çünki Azərbaycan balacadır. Mən bunu Azərbaycan olaraq ifadə edim ya da Bakı da çox balacadır. Bizim bir səhv attığımız çox böyük bir katastrofik şeylərə baş verə bilər. Ona görə çox ehtiyatla davranırıq. Bir insanın bizi ayırdığı vaxt, yəni gəl özünü ayırdığı vaxt əslində desək, ayırdığı vaxtda nəsə öyrənirsə doğru məlumatı öyrənməlidir. Biz orada inandığımız belə bir şey var. Ağacı budayanda daha dadlı meyvə var verir. Bizim də tədris proqramlarımızı bununla oxşada bilirik. Biz 4 illik bir təhsil prosesinin içində deyilik. Biz iddia edirik ki, bu 6 ayda, bu 4 ayda sən gəlib doğrudan da həyatı dəyişdirə bilərsən. Çünki biz vacib olan elementləri saxlamışıq onun öyrənməsi üçün. Bizim özümüzdə yaxşı, biz daha fərqli nələr edirik? Biz artıq 2 ildir, hətta OpenAI ilk dəfə ChatGPT-ni elan elədikdən sonra biz bunun fərqinə vardıq. Çox ciddi şəkildə hiss elədik ki, artıq yeni bir şey kəşf olunub. Yəni, gəlin belə ifadə edeyim. İnternet kəşf olunduqdan sonra günü bugün üçün həyatımızda internetsiz bir gün düşünə bilmirik. Artıq süni intellekt belə bir şeydir. Süni intellekt var və gələcəkdə bunsuz bir həyatımızı düşünə bilməyəcəyik. Günümüzü də. Hətta bir dənə belə bir misal da gətirim. WhatsApp-ın məşhur olan dövrlərdə, ilk çıxan dövrlərdə mənim bir çox qohumlarım arasında, yəni yaşlıların arasında deyim, WhatsApp istifadə edir, amma deyir internetim yoxdur. Yəni məsələyə o da bir elementdir. Yəni internetdə olması mümkün deyil əslində WhatsApp istifadə etmək üçün o dövrdən danışan. İndi datanı bölüşdürürlər. Mən sənə bir şey deyim, deməli uşaq oyunları yükləmişəm telefona. Oğlum oynayır. Okey, belə o da sənin kimi belə də bu sahəni sevir. Bu neyinir? Mən telefonda çox sevirik ki, oynasın. Bunun da çox köhnə bir dənə də mənim o köhnə istifadə edeyim bir dənə smartfondur. Adı smartfondur. Orada belə deməli bir şey eləmək olmur. Mən indi telefonu ona verirəm. Amma bunun telefonuna Wi-Fi vasitəsilə mən Google-a daxil olub və onun vasitəsilə YouTube-a daxil ola bilərəm. İnternetdə gəzişə bilərəm. Ürəyim sıxılır. Məndə şuuraltı var ki, internet yoxdur. Niyə sosial şəbəkə yoxdur, bir şey yoxdur. Ona görə də gör hara çatmışıq. Bəli. Nə tez unutduq bu Nokiaları biz. Və beləliklə vərdişlərimiz dəyişə bilər. Və qısa zamanda dəyişsə biz gərək buna hazır olaq. Ona görə biz bütün tədris proqramlarının içində artıq ev tapşırıq daxil olmağına, biz süni intellektlə yarışmırıq və qorxmuruq və qaçmırıq. Biz onu birbaşa inteqrasiya edirik həyatımızın içinə, dərslərimizə, müəllimlə münasibətə və tələbələrə. Çünki onu qorxmadan, onu sahiblənib, qucaqlayıb, özünü kiləşdirib istifadə edəndə sən daha sürətlə qabağa gedə biləcəksən. 24 saat artıq bizə yetər qədər az gəlməyəcək. Bəli, bəli. Belə məsələlər var. Bir dəfə yaxşı bir söz dedin. Dedin ki, mən tövsiyə edirəm ki, hamı bədii kitab oxusun. Bəli. Bunu ifadə etməyin Amma süni intellekt danışa biz hamımız elə düşünürdük ki, o sözü səndən eşidənə qədər elə bilirdim ki,
qardaş hamımız robotlaşmalıyıq. Sən deməli deyil. Bəli, Hisslərimizi də saxlamalıyıq ya. Süni intellekti ümumiyyətlə tövsiyəm budur. Süni intellekti bir texnologiya aləti kimi öyrənməli deyilik. Süni intellekt yeni bir dil öyrənirmiş kimi baxmalıyıq. Necə ki biz ingilis dilini öyrənirik, ispan dilini öyrənirik. İndi süni intellekt dili var. Ola bilər ki biz orada Azərbaycan dilini ya da ingilisini danışırıq. O dildən danışmıram mən. Artıq ispan dili kimi yeni bir dili öyrənəndə necə fərqli bir iş içərisində giririk. Süni intellektin də dilini öyrənirik. Bəli, indi süni intellekt dilini öyrənmək, onu bir dil kimi öyrənməliyik əslində, ifadə etməyə çalışdım budur. Yaxşı, belə bir olan halda biz özümüzü ona doğru şəkildə ifadə etmə bacarığımız olmalıdır. Duyğularımızı, etmək istədiyimizi ya da qarşı tərəfə etdirmək istədiklərimizi. Belə olan halda deməli biz kitab oxumadan, hətta bunun bədii kitabları, klassikaları oxumadan biz o duyğuları ifadə edərkən nələrdən ifadə edəcəyik? İndi hamımız çox sürətli ya YouTube Shorts, ya TikTok ya da başqa bir şeylə çox sürətlə 5 saniyə, 10 saniyə, 15 saniyəlik şeylərlə gedir və indiki cavanlar da bu formada. Şəxsən biz özümüz də həmçinin belə videolara baxırıq. Qısa videolarla biz dərin ifadə edə bilmə bacarığını necə öyrənəcəyik? Ya da kitablarda artikellər oxuyuruq, qısa məqalələr oxuyuruq, heç birimiz uzun bir şey oxumuruq. Ona görə deyirəm ki, biz əslində indi elə bir dövr gəlib çatıb ki, kitab çox oxuyanlar süni intellektlə daha rahat əlaqə qura biləcəklər. Təsəvvür edirsiniz, yəni bədii ədəbiyyatdan gələcəyin texnologiyasını toxunmaqdan danışırıq. Çünki süni intellekti doğru ifadə edə bilmək də önəmli olan və onu doğru işlədə bilmək üçün doğru kommunikasiya qurmaqdır. Əslində baxanda indiki dünyada da insanlar bir-birlərinə kommunikasiya qırıqlığı da ən böyük problem. Və Twitter'da bəzən Fikrimizi başa sala bilmirik. Fikrimizi başa sala bilmirik. Başqası da səhv başa düşüb. Çünki ironiyanı bilmir, kinayəni bilmir. Bu onu elə bilir ki, ciddi deyir, amma o bəlkə də metafor edirdi. Bəlkə də orada bir mübaliğə edirdi, bir şey danışmaq istəyirdi. Aparıcı kimi hərdən mənim özümü göstərmək istəyəndə işlətdiyim bir cümlə var. Məsələn, mən demirəm ki, bir musiqiyə qulaq asaq. Mən deyirəm ki, dövrünün mütəfəkkirlərinin təxəyyülünün məhsulu olan əsərlərə qulaq asacağıq. Bu heç nə də, bu demək ki, filan kəsin yaradıcılığı. Bəli. Amma bu uzada. Bu da hardan irəli gəlir? Kitab oxumaqdan. İndi doğrudan kitab oxuya da fikrini çox gözəl şəkildə ifadə etmə bacarığına yiyələnirsən. Əslində mən bir-birinə əlaqəni burada qururam. Ona görə bunu da çox tövsiyə edirəm. Çox razıyam və övladlarımıza da məncə artıq öyrətməliyik. Süni intellektlə söhbət eləməyin də öz qaydası var. Məsələn, indiki uşaqlar üçün, gənclər üçün nələr ola bilər? Gəlin sizə biraz o tərəfdən deyim. Əməli düşüncələrə daldım. Burada məsələn biz yetişkinlərdən başladıq, amma indi yavaş-yavaş artıq uşaqlar tərəfə, gənclər tərəfə, yeniyetmələr tərəfə də keçirik. Səbəb odur ki, artıq o tərəfi də biz bilirik ki, onlarla necə işləmək lazımdır. Biz indi 12-16 yaşlar uşaqlar üçün süni intellekti istifadə edərək onların yaradıcılığını ortaya çıxardan yeni bir tədris proqramı çıxartmışıq. Hansı ki 70-75 saatlı bir tədris proqramıdır. İndi yay tətili ərzində 5 həftəlik kamplar şəklində edirik bunu. Hardadır o? Rekod Akademiyanın öz kampüsünün içərisində olacaq. Şəhərin mərkəzində 28 may ətrafında, bəli. Orada iyul ayının 1-ci həftəsindən etibarən 5 həftə çəkən bir qrupumuz olacaq. Bir də avqust ayının başından yaş neçə idi? 12-16 yaş aralığındakı gənc uşaqlar bizə müraciət edə bilər valideynlərlə bərabər. Biz burada nə edirik? Süni intellekti istifadə edərək uşaqlara qrafik dizayn çəkmə bacarıqlarını, rəsm xəyallarını ortaya çıxartmaq üçün. Məsələn, proqramlaşdırma ilə biz onları boğmuruq, o yaşdakı uşaqları. Biz onun yerinə proqramlaşdırmanın alqoritmik tərəfini öyrədirik və eyni zamanda süni intellekti istifadə edərək kodu yazır. Və öz yaradıcılığını ortaya qoyaraq bir oyunlar yarada biləcək. Təsəvvür ki, 5 həftənin sonunda 13 yaşlı bir gəncimiz gəlib valideyni göstərəcək, ata bax, mən fərqli-fərqli oyunlar yaratmışam və bu oyunları başqaları da oynaya bilər. Təsəvvür edin ki, belə bir şeyə toxum əkirik. Yəni, $1 milyon qazana biləcək cavan uşaqların oyunlarını, belə bir şeyə biz bir təkan veririk və onlar kimlər ola bilərlər. Və ən önəmlisi şey, bu uşaqlar proqramın sonunda, tədrisin sonunda öz maraqlarını doğru təyin edə biləcəklər. Hansı ki, mən dizaynerim olmaq istəyirəm, mən proqramçım olmaq istəyirəm, yoxsa mən ümumiyyətlə oyun yaradıcısım olmaq istəyirəm. Bu qərarı verə bilmək üçün doğru addımları getmək lazımdır. Hansı ki, bu tədrisi bitirmək lazımdır. Özümüzü tapırıq da axıra. Bəli. Çünki indi hal-hazır bizim ən çox əziyyət çəkdiyimiz nədir bilirsiniz? 25 yaşında gənclər gəlir və deyir ki, bilmirəm nəyə marağım var.
Baba, Elon fikirləşir, hə? Ve 28 yaşında da bunu eşitmişik, 29'da da eşitmişik. Bu çok, biz böyle düşünmemiştik. Biz Kodak Milano kurarken elə bilirdim ki, hamının marağı dəqiqdir, ne istediğini bilir. Biz Ha. 18 yaştan yukarı insanlara hizmet göstererken bu formada edəcəyik. Bir boşluq var cəmiyyətdə. İndi düzəlir. İndi hamı öz səhmanını görə bilir. Çünkü görüp götürme dünyası biraz daha rahatlaşıp diyebilirim. Biraz da gözü açık olanlar için bunu ifade edeyim. Telefon elimizdedir. Bütün dünyayı oradan rahat çıkabiliriz. Ve orada vacip olan şey bir başkasına bakarken ne götürürük özümüze. Yani biz dünyanı gezerken sadece dincəlmək ve eğlence için gezmeli olduğumuzu düşünmürəm. Getmişken bir yeri gezmeye, oranın bir iş yerlerine, oranın bir teknoloji taraflarına, sizin marağınız neyedirse gidip onlarla maraqlanmaq. Belki bir gidip muzeyde oturup muzeyleri tanış olmak. Belki bir kısa bir günlük workshoplar, seminarlar varsa eğlence ait olmayan, tamamıyla iş mühitine ait olabilen şeylerdir. Gidip orada iştirak etmek, yani vakti farklı değerlendirmek her zaman yaxşıdır. Çünkü indi bizim için vaxt daha değerli olacak. Süni intellekt çünkü çok süratle işleri görebilir. Artık yavaş iş görebilme imkanımız yoktur. Bu arada burada korkulu bir şey de yoktur. Yine de biz niye heyecanla süratle iş görək? Biz yine de süni intellekt istifade edeceğiz. Yani o iş diyeceğiz ama onsuz mən neyse çalışıp qabağa gitmeye artık o mümkün olmayacak. En vacib olan budur ve bu biraz ta çok aşağıya kadar enməlidir. Gənclərə kadar, en aşağıya kadar enməlidir. Dövlət qurumlarında istifadə edirlər artıq. Yəni rəsmi olaraq. Məsələn 15 il əvvəl heç bir dövlət qurumunda SMM şöbəsi yox idi də. Okey, hətta deyəndə Facebook belə açaq deyəndə adama belə gülürdülər. Bir Hətta qadağan idi. Qadağan idi. Sənə danışsan Facebooku bağlayın IT şöbəsi və s. Sonra saytlar hələ bir etapı gəldi. O da həmişə kimi sağ olsun dövlətimiz. Valla dövlət konkret olaraq dedi ki, hər dövlət qurumunun özünün saytları olmalıdır. Orada da biraz tənbəllik eləyənlər var deyə bazarda bu fərasətlilər qabağa düşdü. Dövlət qurumlarına dedik, qardaş, qayda var, qanun var, sən niyə yoxdur? Evet. Bəziləri qorxusundan, bəziləri nə yaxşı ağılla hərəkət elədi. Amma dövlət olaraq birini deyib birinə keçirəm. Deməli, bu yaxınlarda mənə qürrələndirdi. Bugün Azərbaycanda dünya səviyyəsində çox böyük layihələr həyata keçirilir. Yarışlar olsun, konsertlər, festivallar. Məsələn, dünyanın yetəri qədər marağına səbəb olan UFC. Bəli. Azərbaycanda keçiriləcək. Regionda da heç yerdə olmayıb, düzdürmü? Belə bir sual veriblər ki, nəyə görə Azərbaycanda keçirirsiniz bunu? Kənardan bir çoxlarına müxtəlif fərziyyələr ola bilər. Biri deyə bilər ki, bizi sevməyənlərin bizə ilk dediyi cümlə olur, neft ölkəsidir. O deyil. Azərbaycan gecə-gündüz çalışır ki, qeyri-neft sektorları inkişaf etsin. Təbiətin hadisəsinə bax, neft qurdu nə olacaq? Ölkə olaraq ayaqda qalmalıyıq axı. UFC-nin rəhbəri, qardaşın adı yadımızdan çıxdı. Birinci cümləsi bu olub ki, Azərbaycanın böyük yarışları və müsabiqələri, layihələri həyata keçirməyə yetəri qədər təcrübəsi var. Demir, pulu var, imkanı var. Təcrübəsi var. Çox doğru ifadə edir. Və bugün sevə-sevə həmin o müsabiqəni gözləyən insanlar arasında zamanında Formula oldu, yol bağlandı, şikayət edənlər də var. Halbuki artıq bugün sevinirik. Eurovision olsun, nə bilim, COP və s. Bax, bunlar bizi bugünlərə gətirdi. Sonra Formula deyirik. Formula dünya səviyyəsindədir. Baxın, dünyanın ən elit idman növlərindən biridir. Formulanı edənə qədər isə biz Formula 3 etdik, 2 etdik, fərqli yarışlar oldu. Bir ana gələk çıxaq da və belə bir dövlətdə yaşayırıqsa da süni intellekt özü nə deyir? 2030-a qədər Azərbaycan regionun Dubayı olacaq. Yox, Bakıdan danışırdı. Yəni Azərbaycan o bir çox böyük zirvələrdə olacaq. İndi yəni belə ölkədə da bu qədər yaradılan şəraitdə də biz uğursuz olsaq, ac qalsaq da neyniyək qardaşlar? Bunlar neynəsinlər? Yəni mənim yerimə işdir, mən pul verəsi deyil ki. Bəli, çox qəşəng dediniz. Çünki dönüb baxanda cəmiyyətə şərait yaranır artıq. Şəraitdə bir sıxıntı yoxdur. Biz beynimizi hansı tərəfdə istifadə etməkdə sıxıntı var. Bəzən biz bilmirik. Biraz da iş mühitindəki olan təcrübəsizliklər deyim, texnoloji zəifliklər də bu ifadə edə bilərəm. Amma indi süni intellekt çıxdıqdan sonra hamının bir iş qurma, qlobala daha sürətlə çıxma imkanı var. Yəni biz daha çox ixrac edə bilmə gücünə sahib ola bilərik.
Əgər doğru insanları yetişdirmiş olsaq, biz süni intellektlə bərabər çox rahat qlobala ixrac da edə bilərik. Biliyimizi ixrac edə bilərik. Məhsullarımızı ixrac edə bilərik. Məsələn, biz indi yeni bir məhsul üzərində çalışırıq. 7 yaş altında uşaqlar üçün belə oyunlaşdırılmış təhsil platforması, ekosistemi. İçində oyun da var, çizgi filmi də var, musiqilər də var. Çoxlu, yəni Süper. bizim inandığımız belə bir şey var. Bir gəncin öyrənməsinin 1000 dənə fərqli üsulu ola bilər. Fərqli belə deyək də beyinlərə sahib olan uşaqlardan danışırıq. Biz ona hər cür formada öyrədə bilərik. Puzzle oynadaraq da öyrədə bilərik. Mahnı oxudaraq da öyrədə bilərik. Ya da yazaraq öyrədə bilərik. Fərqli yöntəmlər. Əlindən tutub çəkdirərək də o yazını öyrədə bilərik. Bizim yöntəmimiz var. Hər formada o uşağa o biliyi öyrətmək ola bilər. Burada da süni intellektdən istifadə edərək daha sürətli ortaya çıxartma imkanı yaranacaq. Biz bundan niyə kənarda dayanaq ki? Mən inanmıram ki, Azərbaycanda dövlət qurumlarında buna qarşı hər hansı bir fikir, bu vaxta qədər heç negativ bir fikir də eşitməmişəm, səslənməyib də. Əminəm ki, dövlət qurumları çoxusu bunu istifadə edir. Qurum olaraq deməyək bunu, əməkdaşları olaraq desək daha doğru olar. Çünki qurum olaraq burada istifadə ediləcək belə bir şey Hazırlaşırsınız. Mən elə gəlir ki, qurumlar da artıq nə vaxtsa istifadə eləyəcək. etməlidir bəzi Hazırlaşırsınız onlara xidmət verməyə. Biz tam hazırıq əslində. Hazırlaşır deməyək, biz tam hazırıq onlara xidmət göstərmək üçün. İstəsələr digitallaşma. Əvvəl belə bir başlıq sözlər var idi. Rəqəmsallaşma. Şirkətlərin ya da qurumların. Tanışsınızdır. İndi artıq süni intellekti uyğunlaşdıraraq şöbələri quruma yeni sözlər gələcək artıq, yeni ifadələr. Yəni biz çox rahat əminik ki, bir şirkətdə süni intellekt agentləri, orada adları belə gedir bu arada, agentları yaradaraq orada fərqli şöbələr də qura bilərik. Sizin yerinizə iş görəcək olan adamlar. Yaxşı, bunu edərkən insanlarımız nə ilə məşğul olacaq sualına gəldikdə kifayət qədər fərqli sahələr yaranır. Yerində dayansaq, işimiz yoxdur. Amma yox, öyrənməyə açıq olsaq, yeni şeyləri öyrənməyə açıq olsaq, bizdə hər zaman iş var. Önəmli olan yeniliyə uzaq qalmayıb onun içində olaq. Ən vacib olan şey budur. Əla. Qısa fasilədən sonra söhbətimiz eyni maraqdan davam edəcək. İşinin adamı davam edir. Əziz bizi izləyənlər və dinləyənlər, bəli, işin adamı davam edir, amma yenidən dəyərli bizim qonağımızla söhbəti belə aradan gətirmədən öncə arzu edirəm ki, sponsorlarımız haqqında məlumat verim. Sponsor məlumatı. Hörmətli şirkət rəhbərləri, xüsusilə sizə səslənirəm. Mütləq ki, hər bir şirkətin xüsusi olaraq dəstəyə ehtiyacı var. Fərqli dəstəklərdən biri də PM Legaldır. Şirkətimizin hüquqi təhlükəsizliyi üçün etibarlı seçim təklif edirik və Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov tərəfindən təsis edilən PM Legal 10 ildən artıqdır ki, yerli və xarici şirkətlərə peşəkar hüquqi xidmət göstərir. Təcrübəli komandamız 15-dən çox şirkətə konsalting, mülki, kommersiya və inzibati sahələrdə dəstək verir deyən PM Legal 050 224 85 05 nömrələrinə cavab verib sizə dəstək olacaqlar. Sponsor məlumatı. Həmçinin xüsusi olaraq bildirim ki, EV Parts şirkəti sponsorlarımızdan biridir. EV Parts şirkəti Çin avtomobillərinin ehtiyat hissələrinin, aksesuarlarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət 5 illik təcrübəsi ilə Çində etibarlı iş nümayəndəsi kimi çıxış edir. Danışıqlar, alış-veriş və ixrac işlərinin həyata keçirilməsində sizə dəstək olur. Əgər siz də etibarlı və peşəkar xidmətlərdən yararlanmaq istəyirsinizsə, hər iki nömrə 050 ilə başlayır, diqqətlə qulaq asın. 050 236 95 05 və 050 236 28 82. Təşəkkürlər. İşinin adamı davam edir. Bəli, işin adamı bizlə birlikdədir. Kod Akademiya rəhbəri Ülvi müəllimlə söhbət edirik. Bugün çox maraqlı söhbətimiz oldu. İnanıram ki, bizim proqramı hissələrə ayırsaq, ən azı yetəri qədər marağa səbəb olan 4-5 hissə çıxacaq yəni efirdən. Müəllim, son dəqiqələrdir. Vaxt doğrudan sürətlə, o deyir vaxt uçdu. Doğrudan da uçdu vaxt. Hardasa bir 10 dəqiqə yaxın vaxtımız var. Bu zamandan səmərəli istifadə edib, mən normalda 2-3 dəqiqə qalmış bu hissəyə keçid alıram. Amma bugün istəyirəm ki, Ülvi müəllimlə danışanda indidən başlayaq. Sonda həmişə deyirəm ki, aparıcının səsləndirmədiyi, amma eşitmək istədiyiniz suallar hansılardır? Başlayaq. Hansı ki, cəmiyyətə faydalı ola bilər?
burada Elə burada. bəli. Yəni bir növ özümüzə sual vermiş oluruq, Dülvi. Yəni, burada izləyiciləri düşünərək əslində mən bəzi fikirləri səsləndirmək Hı istəyirəm hı, ki, əla. onlar da həmçinin bəlkə öz övladları ola bilər, bəlkə özləri üçün bir fikir dəyişə bilərlər. Yəni məsələn biraz əvvəl biz 2030-cu ili səsləndirdik, doğrudur? Bu Doğru. 5 il sonradır və amma biz eyni zamanda 5 il ərzində də yaşamalıyıq, doğrudur? O vaxta qədər də bir ayaqda qalmalıyıq, yeni şeylər öyrənməliyik və s. Birinci məsələn bunu məsələn bizi izləyən belə deyək də şoförləri ifadə etsək, onlar fərqli bacarıqları indidən başlamalılar, öyrənsinlər. Bizi yetər qədər sürücülər dinləyir. Onlara nə tövsiyə Bəli, edirsiniz? onlar məsələn indi deyəcəm dron uçurtmağı öyrənsinlər. Yəni amma əslində Azərbaycanda bəzi qanunvericilik olaraq çox populyar deyil dronlar. O baxımdan Oyuncaq dronlar var da ən azı 20-30 manat. məsələn çünki burada driverlar dediyimiz, yəni sürücülər dediyimiz taksidə sürücü yerini robot əvəz elədikdə onlar dron uçurda biləcəklərmi? Əslində bizə gələcəkdə daha çox onlara ehtiyac olacaq. Daha çox fərqli İdarə etmək bacarığını onları idarə formalaşdırsınlar. edib etmək bacarın. Bu dəqiqə siz bir tədbirə dron istifadə bacarığı çox güclü olan bir nəfər çağırsanız kifayət qədər yüksək puldur. Yaxşı bazarda qiymətə o xidməti Yəni verilir. A nöqtəsindən B nöqtəsinə sürücü öz maşınını istifadə edərək çox ucuza aparırsa ki, bu müddət 1 saat çəkirsə, siz 1 saatlıq o çəkilişi etmək üçün çox bahalı pul verirsiniz. Yəni mən Məsələn bir sürücü taksidə 1 saat müddətində bir 50 manat əgər ortalama qazanırsa, o biri qardaşlar 1 saat müddətində 500-700 manat qazanır. İndiki bazarın qiymətindən Bəli, gedir bəli. söhbət. Mən də elə bunu ifadə etmək istəyirdim. Bax, bu birinci tərəfdir. Onların övladları da var. Bir də bizim dinləyənlər, izləyicilərimizin yaxşı onlar övladlarına ən azından bunu bilməlidirlər. Birinci uşaq vaxtı uşaqlığını yaşamalıdır. Uşaq dövründən onun əlinə kompüteri, telefonu verək, o getsin texnologiyanı indidən öyrənsin, ehtiyac yoxdur. Vaxtı gələndə hamımız hər şey öyrənəcəyik. Bizim valideynlərimiz WhatsApp-ı ya da ki onlayn yemək sifarişi verməyi, taksi çağırmanı necə öyrəndilər? Nənələrdə TikTok var. Yəni ehtiyaca uyğun olaraq öyrənmək mümkündür. Yəni orada heç bir problem yoxdur. Önəmli olan nə öyrəndikləridir. Doğru maraqlarını təyin etmək üçün uşaqlarına qarşı vaxt ayıracaqlar, sevgi ola bilər. Mən daha çox burada yumşaq bacarıqlar dediyimiz şeyləri daha üstün tuturam. Çünki gələcəkdə bizim ən çox ehtiyacımız olan bunlar olacaq. Uşaqlarımızın analitik zəkasını, mühakimə bacarığını artırmaq üçün bir işlər görülməlidir ya da ona uyğun təlimlərə yönləndirmək lazımdır. Çünki yəni çox bir misal verəcəm, elə özüm üzərindən bir misal verəcəm. Mən proqramlaşmanı öyrənərkən bəzən insanlar elə bilir ki, proqramlaşma çox çətin bir şeydir. Əslində çox asan bir şeydir. Kod yazırıq orada. Amma nəyi yazacağımızı bilmək bizim kifayət qədər beynimizi yorucu bir şeydir. Hansı ki bunun da adına algoritm deyirik. Algoritmini biz öncədən düşünürük, planlayırıq. Biz olimpiyadaya girdiyimizdə 3 saat olimpiyada olurdusa, 2 saat, 2 saat yarım biz riyaziyyat, fizika, həndəsə bilərək, onları tətbiq edərək biz bir formula çıxardırdıq ortaya. Hər əlimizi kompüterə toxundurmurduq. Sonra yarım saat ərzində, 40 dəqiqə ərzində onları kodlara ayırıb, bloklara ayırıb, funksiyalar şəklində başlayıb kodun yazmağa. Yəni kod yazmaq cəmi yarım saat idi. Amma bizim onu nə yazacağımızı bilməkdir kifayət qədər uzun olan. Ona görə də bizim indiki uşaqlarda da yəni şey deməyə çalışıram ki, hansı dili öyrəndiyin heç bir önəmi yoxdur ya da ki, hansı texnologiyanı öyrəndiyin önəmi yoxdur. Bu sahənin içində olmaqdır var olan. Gələcəkdə baxın, tibb artıq dəyişir. Tibb kifayət qədər robotla, süni intellektin tətbiq olunacağı bir sahə olacaq. Orada ona görə həkimliyi seçərkən hansı tərəfi seçəcəyimizi doğru baxmalıyıq. Əgər orada rutin işləri gedəcəksə, əmin ola bilərlər ki, o işlər dəyişəcək, qalmayacaq o işlər. Sağlamlıq da dəyişir dünyada. Məsələn, dərman sahəsinə ümumiyyətlə getməyə dəyməz əslində. Çünki süni intellekt bunu çox rahatlıqla doğru miqdarları təşkil edə bilir. Yəni kimya dediyimiz şeyin içərisində. Əczaçılıqda Əczaçılıqda mən şəxsən belə bir inancım var ki, biz gedəcəyik, tutaq ki, bir aparata barmağımızı soxub, bizim ehtiyacımız qədər bizim maqnezium mu lazımdır, bizə başqa vitaminlər mi lazımdır? Günü bugün üçün, gündəlik həyatımıza girən bir dənə aparatda mən yoxladım, bir dənə barmağı qoyurdun, sənin əməlli başlı bütün o... Bunlar indi bu dəqiqə bahalıdır, hər evdə. Bahalıdır. Dərmanlar sabitdir. Məsələn, yəni, hətta artıq o belə var. Bəli, amma belə bir şey yoxdur. Dərmanlar insanlara uyğunlaşdırılmış bəzi ölkələrdə var, amma o dərman miqdarı da eynidir. Amma hər adama uyğun gəlməyə bilir. Məsələn, sizə uyğun baş ağrılar,
ya da sizə uyğun mədə ağrısı. Çünki o mədə ağrıların belə gedib istifadə edilməsi sizə uyğun olmasa o sizə zərər verə bilər. Ona görə bəzi dərmanlar qaşanda göz çıxardır da. Məsələn, birini sağaldır, o birini öldürür. Bu bir də adamdan adama görə də dəyişə bildiyi üçün vücudunu uyğunlaşmalıdır. Yəni bu tip sayəsində çox ciddi təsiri olacaq. Bəzi hallarda bəzən düşünürəm ki, proqramlaşma öldü. Mən kənardan izləyərək belə bir şey deyə bilirəm ki, kodlaşdırma öldü. Proqramlaşdırma daha çox böyüməyə doğru gedir. Yəni daha dərin düşüncəyə sahib olanlar, bununla həvəsi olanlar, marağı olanlar, yaratma duyğusu olanlar proqramlaşma daha çox şeylər yaradacaqlar. Çünki süni intellekti yaradanlar da həmin adamlardır. Yəni bunu inkişaf etdirənlər də həmin adamlardır. Bu arada məsələn biz çox sadə bir sahədən deyim, kiber təhlükəsizlik sahəsi. Bunu edə bilmək üçün proqramlaşmanı da bilmək lazımdır. Sistem mühəndisliğində, şəbəkə mühəndisliyində. Amma bu adam gidib proqramçı kimi işləmir ki, kiber təhlükəsizlik tərəfindən təhdidləri qoruyur. Ona görə proqramlaşma biliyi də lazım ola bilir. Dizayn tərəfi hal-hazırda belə deyək də artıq vərdişlərimiz dəyişəcək. Məsələn, dizaynda biz əvvəl Adobe Photoshop'u öyrədirdiksə, indi böyük ehtimalla süni intellektə uyğun daha dərin proqramları öyrətməyə məcbur ola bilərik. Hələ bilmirik. Hal-hazırda yenə də Adobe şirkəti kifayət qədər böyük və yaxşı yatırımlar edir deyə onu öyrədərək süni intellektə öyrədə bilirik. Ona görə orada bir problem yoxdur, amma alətlər dəyişə bilər. Vərdişlərimiz dəyişə bilər. Övladlarımız ona uyğun olaraq da telefona baxdığı saat ya da ki, kompüter ayırdığı saatı limitləyərək, amma orada qadağa qoymayaraq, onların nə etdiyini nəzarət altında uşaqlarımızı yön göstərə bilərik. Çünki internet dediyimiz böyük bir dəryadır. Amma o dəryanın içərisində boğula da bilərik. O dərya bizi qurtara da bilər. Üzüb qəşəng sahələr də çıxa bilər. Bəli. Ona görə o tərəflərdə hara yönəltmək baxımından, məsələn biz bir ara belə bir şey vardı. Valideynlər bizə zəng vurdu, mənim qızım var, bəs müəlliməlik oxumaq istəyir, amma texnologiyadan maraqlanır. Bizə bir fikir bildirin də, neynəsin. Diyorum ki, çox gözəldir. Yəni sizin müəlliməliyə yönləndirmək istəməyinizin səbəbini anlayıram. Nəyə görə qızınızı ancaq o işə göndərmək istəyirsiniz? Bu da elə ona bənzər işlərdən birisidir. Çünki bunu bildikdən sonra gedəcək ofisdə səliqəli şəkildə sakitcə oturacaq, bu işini görəcək. Yəni bu texnologiya sahəsi belə bir şeydir. Texnologiya sahəsi inşaat işi deyil ki, getsin toz torpaqla oynasın. Onun tərəfi də var. Onu qoyaq qırağa. İndi çox dərinə getməyək. Anlatmağa çalışdığım odur ki, əslində bu sahədə hər kəsə yer var. Mənim istəyim bu şəxsi istəkdən də ziyadə görməyi, belə deyim də, çox həyəcanla gözlədiyim şeylərdən birisi odur ki, Azərbaycan olaraq biz insan beyni ixrac edək. Yəni artıq bizim ordumuz eyni zamanda güclü, bilikli insanlar olsun, 1000 nəfərlik, 2000 nəfərlik şirkətlər olsun və başqa ölkələr bizdən o insanları istifadə etmək üçün bizdən müqavilələr bağlasınlar. Biz yəni məhsul satışı ayrı, o məhsulu yaradıcılarını ixrac edə bilərik. Əla. Qəşəng. Vaxtımız keçdi, bitirdik efirimizi. Bu məqamda nə deyək? Çox sağ olun vaxtınız ayırdığınız üçün, mənə imkan yaratdığınız üçün ən azından mən bu təşəkkürümü edim. Mənə və bizə çox xoş idi. Təşəkkür edirəm və tam əminəm ki, bu əminlik də hər qonaqda olmur. Tam əminəm ki, ən azı bir nəfər insan bugün bizi dinlədisə də gələcəyi çox parlaq olacaq və inşallah arzu edirik ki, həmin şəxs və şəxslər gələcəkdə həyatının ən parlaq dönəmində bizlə nə vaxt söhbət olanda desin ki, mən falan tarixdə sizə qulaq asırdım ya da izləyirdim. Bunları eşitdim, gələcəyim xilas oldu. Ülvi Aslanov bizlə birlikdə idi. Kod Akademiyanın təsisçisi və rəhbəri. Həqiqətən də ilk iş günüdür, həftənin ilk günü və ilk günə layiqli qonağı idi. Minnətdaram əziz dostum. Görüşmək ümidi ilə. Hörmətli izləyənlər və dinləyənlər, mən Kamran Yardanquliyevin təqdimatında sabah yenidən yurdumuzun FM-ində sizinlə birlikdə olacağıq və bugünlük isə İşinin adamı bitti.